Bu il Cəlilabadda 71 min hektar sahədə taxıl əkilib. Bunun 61,4 min hektarını buğda, 4,2 min hektarını arpa təşkil edir. Havaların əlverişsiz keçməsinə baxmayaraq sahələrdə bol məhsul yetişdirilib. İndi əsas diqqət əkin kampaniyasının vaxtında başa çatdırılmasına yönəlib. Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nazim Səlimov bildirdi ki, bu məqsədlə 250 kombayn, 94 pres bağlayan, məhsulun daşınması üçün kifayət qədər maşın və mexanizm səfərbər olunub. Gün ərzində təxminən 1700-1750 hektarda biçin aparılır və artıq arpa yığımı yekunlaşıb. Fermerlər, taxıl istehsalçıları bu illik məhsuldarlığın əvvəlki ildəkindən üstün olduğunu da razılıqla dilə gətirirlər. Bu il 30 hektar sahədə taxıl əkmişəm. Hər hektardan 27-30 sentner məhsul istehsalı gözlənilir. Dövlətimiz tərəfindən subsidiyaların taxılçılığa verilməsi nəticəsində bütün agrotexnik tədbirlər aparılmışdır. Bu da məhsul istehsalının hər hektardan 5 sentner artıq olmasını göstərir. Taxıl istehsalı ilə məşğul olan 22 mindən çox mülkiyyətçiyə dövlət tərəfindən təkcə bu il yanacaq və sürkü yağlarına görə 2,8, buğda istehsalçılarına isə 2,4 milyon manat subsidiya verilməsi nəticəsində əvvəlki illə müqayisədə taxıl sahələri 2250 hektar artıb. Mütəxəssislərin dediyinə görə bu il təxminən 140 min ton taxıl istehsalı gözlənilir ki, bu da əvvəlki ilin göstəricilərindən 10 min ton çox məhsul deməkdir. Qeyd edək ki, sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Nərmin Rızayeva, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Cəlilabad.